Nvidia DLSS 4.5 yeni səviyyəyə keçdi. Nvidia DLSS 4.5 ilə oyun performansında yeni mərhələ açdı və əsas vurğu artıq sabit kadr generasiyası yox, dinamik idarə etmədir. Yeni Dynamic Multi-Frame Generation sistemi monitorun yenilənmə tezliyinə və səhnənin ağırlığına uyğun olaraq real vaxtda neçə əlavə kadr yaradılacağını özü seçir. Yəni, texnologiya sanki oyunun içində ağıllı pilot kimi işləyir. Ən diqqət çəkən yenilik 6 dəfəyə qədər Multi-Frame Generation rejimidir və bu funksiya RTX 50 seriyasına eksklüziv təqdim olunur. Ağır səhnələrdə generasiya artır, yüngül hissələrdə azalır və bunun nəticəsində həm daha stabil görüntü, həm də daha səmərəli performans əldə olunur. Belə çıxır ki, videokart artıq təkcə güclü yox, biraz da zirək olmağa başlayır. Bununla yanaşı, yenilənmiş Super Resolution texnologiyası ikinci nəsil Transformer modeli ilə bütün RTX kartlarında görüntü keyfiyyətini daha da yaxşılaşdırır. DLSS 4.5 artıq Nvidia App Beta ilə istifadəyə verilir. İlk diqqət çəkən nümunələr arasında isə Ark Raiders və Marvel Rivals var. Səncə bu yenilik həqiqətən oyun təcrübəsini dəyişəcək? Yoxsa geymerlər yenə native ən yaxşısıdır deyib kommentləri alovlandıracaq?